İki uşaq anası qətlə yetirilib. Qanlı hadisə Tərtərdə baş verib. 35 yaşlı gəlini qaynatası qətlə yetirməkdə şübhəli bilinir. Qeyd edim ki, dəhşətli hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Poladlı kəndində baş verib. Qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Tərtər rayon morquna gətirilib. Məlumata görə 35 yaşlı Hafizə Rızayeva və qaynatası arasında bir müddət öncədən mübahisələr yaranıb. Qadın ticarət mərkəzində satıcı işləyirmiş. Elə ailədə münaqişənin də buna görə olduğu iddia edilir. Qadın yaranmış mübahisədən sonra işdən çıxıbmış. Qaynata Şəhriyar Hüseynov bugün səhər saatlarında oğlunun evinə gələrək hadisəni törədib və oğluna bu haqda məlumat verib. Hadisədən sonra hüquq mühafizə orqanları hərəkətə keçiblər. İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rızayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. Rahim İbrahimoğlu, Yusif Kərimli, Xəzər xəbər.